Bizim qonşumuzda Zülfiqar adlı bir uşaq var. Mahnı oxuyur. Hey yalvarır mənə ki, Rayət müəllim, bezmişəm xaçxanalarda, pitixanalarda mahnı oxumaqdan, pulzat verən yoxdur. Mənim haqda bir mövzu bıraq, heç olmasa bir 1000 nəfər məni tanısın, heç olmasa ad günlərinə, sünnət toylarına məni çağıran olsun. Deməli, bizim bu Zülfiqarın 4-5 Instagram profili açıb özünə. Birinə yazıb Zülfiqar Official, birinə Zülfiqar Fan, birinə Zülfiqar Dəniz. Arxa fonlara da bahalı restoranların kepçatda düzəldilmiş montajını qoyub, özünün də 070 ilə bağlı nömrəsini qoyub, şəklini qoyub, alta yazıb ki, məclis və reklam işbirliyi üçün menecerim İbad bəyə müraciət edəsiniz. İbad bəy zad yoxdur. Elə İbad bəy də Zülfiqarın özüdür. Deməli, həmin ərəfədə oğlumu aparmışam McDonald's-a. Görmüşəm ki, Zülfiqar bir künsdə oturub mayonezə kartof filesi batıra telefona baxıb. İstədim bir zarafat edim. Bir iş nömrəm var idi. İş nömrəmdən həmin nömrəyə zəng vurdum. Səsimi də biraz qalınlaşdırdım. Gördüm Zülfiqar telefonu götürüb səsini nazildərək görürəm özüdür orada oturub. Salam, buyurun. Dedim, məclislə bağlı mən Zülfiqar müəllimlə görüşmək istəyirəm. Zülfiqar yenə qısılaraq dedi, bağışlayın müəllim, Zülfiqar müəllim hal-hazırda televiziya çəkilişindədir. Danışan onun meneceri İbad bəydir. Toy nə vaxtdır? Dedim, ayın 13-sündə. Çoxdan olub, Ağsarayda. Zülfiqar qayıtdı ki, düzü sifarişlərimiz çoxdur, 5 dəqiqə gözləyin, Zülfiqar müəllim çıxsın. Baxaq dəftərə görə həmin gün üçün vaxt təyin edə bilərikmi? Mən sizə yığacam. Kənardan baxıram ki, Zülfiqarın çiçəyi çıxlayıb, üzü elə gülür ki. Bir 3 dəqiqədən sonra yenə iş telefonuma zəng vurdu, dedim eşidər, söndürdüm. Səhər işdə telefonu açmışam ki, Zülfiqar 24 dəfə zəng vurub, bir 15 dənə də mesaj yazıb ki, bir təhər həmin günə vaxt ayıra bilmişik. Mən də yazdım ki, üzr istəyirəm, rəhmətə gedənimiz oldu, toy qaldı. 40 gündən sonra Zülfiqar yenə yazıb ki, bəs bu rəhmətliyin 40-ı çıxdı, bu toy nə vaxt da planlaşdırırsınız işimizi bilə. İndi bu adamların menecerləri də var imiş. Sizin menecerizə quzu kəsim, köməkçinizə quzu kəsim, duzsuz uşağı, duzsuz. Vallahi hamısının meneceri, köməkçiləri elə Zülfiqar kimidirlər. Arzumun köməkçisi, bax, meneceri də var imiş.